Hazırda Şuşanın mərkəzində Qarabağ küçəsindəyik. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Şuşada da tikinti və quruculuq işləri son sürəti ilə davam edir. Durduğumuz ərazidə, yəni Qarabağ küçəsində dövlət özəl tərəfdaşlığı çərçivəsində müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Həmin 10 binaya isə mehmanxana, ofislər, yaşayış obyektləri və Şuşa Qoruq İdarəsinin binası daxildir. Operatorum Mirəziz Mirəloğlu da sizə həmin tikinti işlərinin kadrlarını təqdim edir, görürsünüz. Hazırda ərazidə dəmir, beton, metal konstruksiya və elektrik işləri aparılır. Qeyd edim ki, binalar şəhərin tarixi memarlıq üslubuna uyğun şəkildə ahənglə və yüksək keyfiyyətlə inşa ediləcəklər. Bu kimi mehmanxanaların, ofislərin tikintisi xüsusilə Şuşanın iqtisadi həyatını canlandırmaqda önəmli rol oynayacaq. Yəni, əsas hədəf budur. Diqqətinizə çatdırmaq istəyirəm ki, ümumiyyətlə burada həyata keçirilən quruculuq işləri şəhərin əvvəlki canlılığını bərpa etməyə və onu dünyanın mərkəzinə çevirməyə əsas hədəf kimi seçib. Yəni, Şuşa dünyanın diqqət mərkəzinə çevirməsi üçün bu kimi addımlar atılır. Bizim hələlik buradan çatdırmaq istədiyimiz informasiyalar bundan ibarətdir. Sözü yenidən xəbər mərkəzimizə ötürürəm. Buyurun.